Belə bir testin izahına baxırıq. Yazıb ki, hansı variantın əvvəlinə hər zaman ifadəsini artırsaq, şərtdəki fikir öz doğruluğunu itirməz. Demək, şərtə çox diqqətli fikir vermək lazımdır. Doğruluğun itirməz deyir. Yəni ki, elə fikir doğru olaraq qalır. Tələffüz zamanı səs artımı olur. Deyir ki, qarşısına hər zaman artıranda biz deyirik ki, hər zaman tələffüz zamanı səs artımı olur. Məsələn, tutaq ki, yazırıq kitab. Kitab. Yəni, bunun tələffüzü yenə də olacaq nə? Tələffüzü elə olacaq. Kitab. Nə oldu? Sadəcə bu p-ya keçdi. Burada səs artımı oldu. Yox. Demək, hər zaman deyə bilmərik. Bir yerdə durmur. Bu fikir səhvdir. Vurğusuna görə fərqlənən sözlər müxtəlif nitq hissəsinə aid olur. Deyir, yəni hər zaman bu cür olur. Məsələn, deyirik ki, orqan. Orqan bir dövlət orqanı, bir də bədən üzvü orqan, hətta bir də musiqi aləti var. Görürsən, hamısı isim oldu. Və bu hər zaman vurğusuna görə dəyişən söz müxtəlif nitq hissəsinə aid olur, deyə bilmərik. Səs uzanması yazılış və deyiliş arasında fərq yaradır. Bu hər zaman yox, ümumiyyətlə səs uzanması yazılış və deyiliş arasında fərq yaratmır. Ca qoşma kimi işləndikdə vurğu qəbul etmir. Bəli, ca qoşması hər zaman qoşma kimi işləndikdə vurğu qəbul etmir. Bu düzgün cavabdır. Ahəng qanunu alınma sözdə pozulur. Bu hər zaman deyə bilmərik. Çünki dilimizdə yetərincə xatırlanmaq üçün bir ikisini deyirəm. İşıq, ilan, nə bilim, işıq, ilan, ilğim, tikan, quzey, bu tipli sözlər var ki, bunlar milli söz olsa da ahəng qanunu pozulur. Buna da hər zaman deyə bilmərik. Deməli, testimizin doğru cavabı oldu D variant.